gecəsi yatmadı Zeynəb. Niyə? Gördü Rüqəyyə balaca özün qoyub bir yerə. Ay gözlərinizin yaşına gözlərim qurban. Qabaqçalı gəldi əyləşdi yerə. Gördü Rüqəyyə deyə əmmə, başıvadır hanım, əli üzümə qoş. Kızım belə niyə deysən bana? Dedi əmmə günüz ki sili mənim. Hadi şərməcib yerə gəlmişim. Ərdəbilin ətini almaq olayı bax. Günüz ki sili mənim səbrimi alıbə. Şəraq olsa görərsən ləkə salbə. Hamıya buyurdu yatın. Şayet yatan olmadı ama hanımın emrine göre hamı gözün yumdu. Ama Zeynep gözlerini yummadı. Hazırsınız? Hazırsınız? O Zeynep üçü yollarda yatmaydı. Şam-ı Qəribanda yatmadı. Bu gece aram gözlerin qumdu. Necə yumdu gözünü, başlara baxmışdı xanım. Şaməcən neyzədə qardaşlara baxmışdı xanım. Gəçliqaha qalanan daşlara baxmışdı xanım. Aram gözləri yumdu. Aşkada var. O ki yox ölməyə pərvasim mənəm. O ki qeyrətli sərapasım mənəm. Şühədanın dəmi